Salam dəyərli izləyicilər. Xəbər kanalımıza xoş gəldiniz. Bugünkü mövzumuz uşaq pulu barədədir. Ətraflı xəbərə keçməzdən əvvəl uşaq pulunun verilməsini istəyən hər kəs videonu bəyənib kanala abunə olmağı unutmasın. Hər birinizə öncədən təşəkkürlər. Azərbaycanda uşaq pulunun verilməsi uzun illərdir ictimai müzakirə mövzusudur. Mütəxəssislər və sosial sahə üzrə ekspertlər bildirirlər ki, mövcud iqtisadi şəraitdə ailələrin, xüsusilə də azyaşlı uşaqları olan valideynlərin xərcləri əhəmiyyətli dərəcədə artıb. Qida, geyim, təhsil, səhiyyə və kommunal xərclər fonunda bir çox ailə üçün uşağın saxlanılması ciddi maliyyə yükünə çevrilib. Ekspertlərin fikrincə ən azı aylıq 300 manat məbləğində uşaq pulunun tətbiqi sosial rifahın yüksəldilməsinə mühüm töhfə verə bilər. Bu cür sosial dəstək az təminatlı və orta gəlirli ailələrin büdcəsini yüngülləşdirər. Uşaqların sağlam və keyfiyyətli mühitdə böyüməsinə şərait yaradar. Eyni zamanda uşaq pulu demoqrafik artımın stimullaşdırılması baxımından da vacib mexanizm hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, uşaq müavinətləri yoxsulluğun azalmasına, təhsilə çıxışın yaxşılaşmasına və sosial bərabərliyin düzlənməsinə səbəb olur. Azərbaycanda da bu istiqamətdə addımların artırılması dövlət sosial prinsipinin gücləndirilməsi kimi qiymətləndirilə bilər. Mütəxəssislər hesab edirlər ki, uşaq pulu xərclər deyil, ölkənin gələcəyinə yatırılan strateji investisiyadır. Uşaq pulu Azərbaycanda mütləq verilməlidir. Çünki ailələr çox əziyyət çəkir və Azərbaycanda hər şeyin qiyməti günü-gündən qalxır. Uşaqları böyütmək ailələr üçün yükə çevrilib. Uşaq pulunun verilməsini istəyən hər kəs videonu bəyənib kanala abunə olsun ki, səsimizi daha yüksəklərə çatdıraq. Öz fikirlərinizi videonun aşağısına şərh bölməsində qeyd etməyi unutmayın.